Yəni insan getdi Amerikada Silikon Valley gördü, gəldi eyni şey elədi Belarusiyada və indi Amerikanın misal üçün IT sahəsinin çox güclüdür də onlar şirkətlər yarandı, EPAM kimi şirkətlər, hansı ki həm Belarusiyada işləyirlər, həm Amerikada işləyirlər və orada nələrsə yaradırlar və sonra eyni praktika ilə texnoparklar digər ölkələrdə də başladı yaranmağa. Bizdə də yarandı. Amma effektivliyin hələ ki görmürəm və çoxlu biz misal üçün texnoparkın üzvüyük, bundan qabaq Kobe şəhadətnaməsini almışdıq. Yəni orada da problemimiz oldu. İndi də qeyri-müəyyənliyimiz var. Neçə aylarda texnopark kağızımız var. Heç normal axıra qədər suallarımıza cavab ala bilmirik ki, onu necə istifadə eləyək. İstifadə edə bilmirsiniz də onu, hə? Yəni çətinlik çəkirik də. Yəni bilmirik bizə nə şamil olunur, nə şamil olunmur. Kobe'də əziyyət çəkdik, elə bildik ki, biz gəlir vergisindən azadıq. Gəlirimizi artırdıq, sonra 7-8 aydan sonra məlum oldu ki, bizə şamil olunmur. Çünki biz orta biznesıq. O ancaq kiçik biznesə şamil olunur. Birdən-birə böyük məbləğdə, yəni 700-800 min vergi ödədik.